Hal-hazırda baxacağımız tamaşa Hidayətin İrəvanda yanan çıraq tamaşasıdır. Bu illəri demək olar ki, İrəvan teatrının 143-cü mövsümüdür. Biz bu günləri bu tamaşa ilə mövsümü qapalı elan eləyəcəyik. İnşallah sentyabrda yenidən görüşmək ümidi ilə. Tarixi proseslər nəticəsində bir sıra hücumlara məruz qalmışıq və bax bu tamaşada ondan bəhs olunur. Bu tamaşa il ərzində çox geniş tamaşaçı kütləsinə nümayiş olunub. Ölkənin baş teatrlarının səhnəsində oynanılıb. Dəfələrlə çox uğurla keçib tamaşalarımız. Tamaşaya baxdıqca, dəfələrlə təqdim olunanda mən hiss eləmişəm ki, özüm tamaşaçılar arasında tamaşaçı tamaşadan doymadan gedir, getmək istəmir. İrəvanda yanan çıraq tamaşasında Naira obrazında çıxış edirəm. Öz məqsədləri üçün dost göstərib özlərini əslində dost deyirlər. Öz məqsədləri üçün hər hansı bir məqsədinə nail olmaq üçün, hər hansı bir yollara əl atmaq üçün addım atan bir xanımdır. Özünü ailənin, Azərbaycan ailəsinin dostu göstərir. Əslində özünün çirkablı məkirləri üçün yol açır özünə demək olar ki. Sizin uşağınızın olmaması beni çok narahat edir. Belə bir ideal ailənin uşaqsız qalması üçün saatdan meylim var Təbəcan. Mən Firəngiz obrazını canlandırıram. Sultan Oğuzun gənclik sevgisi, tarixçi qadındır. Əslində çox saf bir obrazdır. Əsl Azərbaycan xanımıdır. Biz o illəri öyrənməliyik. O dəhşətləri, faciələri bugünkü nəsillərə, gələcəyə çatdırmalıyıq. Və heç vaxt unutqan olmamalıyıq. Tamaşada baş verən proseslərin hamısı xəyal ürünlüdür. Yəni bu proseslərin hamısı başrol oyuncusu Sultan Oğuzun beyninin təcəssümüdür. Bunlar zaman keçdikcə tam həqiqətə çevrilir. İnsan. Beşilde. İnsan. Ebediyyətə. Dövlət Azərbaycan Teatrı İrəvanda yanan çıraq əsərini tamaşalaşdırmaqla, səhnələşdirməklə bu mövsümü də sona çatdırdıq. Uğurlar arzuluruq. Yeni mövsümdə bol şans dilirik sizə. Sağlıq, huzur və hər zaman səhnənizin işıqları yansın. Əziz, dəyərli dostlarımız. Davam edin.